İnşallah yaxşı olarsınız. Bugün sizlərlə bir yerdə, qardaşım ilə birlikdə Brawl Stars'da maç atacağıq. Və o birisi videoyu çox sevmişsiniz və o videonun şərəfinə çox adam kayıtladım hə. Çox adam videoyu bəyənmişdi və sevmişdi. Ona görə hamınıza çox təşəkkür edirəm. Və ən çox məncə ən çox bizi güldürən qardaşımız oldu. Çünki arxadan qarıq səslər çıxardıq və buna görə də belə çox gülməli çəkmişdi. Alavası olaraq da onu deyək ki, belə videoların daha çox gəlməsini sizdə video like atıp abone olmağı unutmayın. İndi deyəcəksiniz ki, 2 yaşlar abone oldu. İndi qudurmağımla deyil. Mən buna çox sevindim. Yəni 2 dəfə əyləncə amacına açdığım hesabı bu qədər abone kasacağını bilmirdim. Və sizə çox minnətdaram. Və əlavə olaraq da biz Kamillə yəni qardaşımla videolarımı sevdiniz. Çünki qardaşım da yanımda da olsa. Qardaşımla videolarımızı sevdiniz deyə çambırda təkrar oynaya basarsan. Qardaşımla videolarımızı sevdiniz deyə sabahsı gün bir dənə YouTube videosu seçəcəm və o videoda qardaşımla hardcore oynayacağıq. Hardcore Minecraft oynayacağıq. Şimdi kaosları yerimize atırıb acaba nə çıxacaq? Süpürəndə. Şimdi maça girib gəldik. Uşaqlar 2-ci maçımıza gəldik və əlavəsi olaraq desələr ki, o hardcore videosunu və əlavə olaraq da yəni mən demişdim ki, Minecraft videosunda demişdim ki, amma bu olsa istəmişdiniz və buna görə 5 abonem olub. Yəqin 6 da olacaq yəqin ki. Və belə hızlı ailəmiz böyüməyə davam edir. Və əlavə olaraq da bir parçası varsa başqa youtuberlər nə təbii edilər, onun bir tərəfini öpürlər. Və telefondan belə edirlər. Mən belə eləmək istəmirəm açıqcası və sürpriz olmasını istəyirəm. Bu YouTube kanalında mən musiqi çıxarda bilərəm, bilməsinə mənim mikrofonum yoxdur. Çünki tək oynaya basın olar. Uşaqlar, indi gəldik və əlavəsi olaraq mənim niyə belə başladığımdan sonuntumuz varsa, yəni mən direkt eləyəm, belə adi telefonla başlayam. Qulaqçığım var idi, P47 qazanmışdım akademiyada. İnşallah akademiya buradan bana telif atmaz. İnşallah. Neyse. Əlavəsi olaraq onu qazanmışdım deyə qulaqçığım var idi. Maalesef qulaqçıq qırıldı. Səbəbini deyəməm, çünki qardaşım dedi. Qardaşım elədi daha doğrusu. Neyse. Burada da sırrı açıqlamış oldu. Kamil də nəsə rap yaptı. Yəni mənim qardaşım bayağı mizah adamdır, yəni tam mizahlıdır. Və arada bir belə sıkıntılar olur. Məsəl üçün çox xışqış olur, onu da birisi maçda deyəcəm. Uşaqlar, niyə bu qədər xışqış səsin gəlməsi olur ki? Hamının telefonunda məsəl üçün var. O mikrofon tərəfi var. Ona mən çox əlimi qoyurdum. Niyə? Və oradan xışqış səslər gəldi. Yəni barmağımı da arada bir tərpədirdim deyə çox xışqış səslər gəlirdi. Yəni ona görə mən çox üzr istəyirəm. Və əlavə olaraq da deyim ki sizə bu kanalımızı böyüdəcəyik. İndi yəni çox mikrofon əlimi vurmuram. Çünki səsim aydın gəlməsini istəyirəm. Yoxsa elə videonun heç bir çıxmaz da yəni, əməyi çıxmaz videonun. Mənim ən çox sevdiyim oyun bu arada Brawl Stars deyil. Mənim ən sevdiyim oyun Fortnite'dır. Bəli, biraz psikopat manyak ola bilər. Fortnite sevənlərin çoxu psikopat manyak olur.
Uşaqlar gəldik. Qardaşım yeni bir karakter açdı. Karakter də Charlie. Qardaşımın zaten uşaqlar 22.000 kupası var. Mənim köhnə hesabım var idi klubdə. O da 30.000 kupadır. 24.000. Kardeşimin 83-89 karakteri var ve 24 kupadır. Ama ben 14.000 kupayım ama benim 39 karakterim var. Yani bu ne tər olan şeydir. Birincisi olaraq buradan Supercell'e deyirəm ki, biz şansları çox az. Uşaqlar, incəki videomuz, incəki maçda 3-cü olduq deyə kəsdim. Videonun başından bəri və o bizim videoda en çok beğenilen kısım olur ki kardeşimin çok şey eləməsi. Mesela bir yerde heyvan çipi esneyip o tarafında çok şey gülenler yəqin ki var. Biraz hayvan çimi esneyir. Ona göre çok özür istəyirəm. Yani ve əlavə olarak da kardeşimin bir bəzi yerdən kardeşimin sinirlenmesi. Kamil ömür çekti. Ve alavası olarak da deyim ki burada ne tər Brawl Stars videolar istəyirsiniz. Həmin yəni hər gündə 2 video atırıq və əgər istəsəniz 8-9 ya da 6-7 abunədə falan sizə sinif yoldaşlarımla Brawl Stars videosu çəkə bilərəm və yaxud da sinif yoldaşlarımla VS atdım Brawl Stars elə videolar çəkə bilərəm. Uşaqlar, incəki yerdə 3-cü olduq deyə indi şey eləyirəm. İndi yeni maç sayıq. Birincisi alavası olarak VS'lerde çok yoldaşlarımın VS'lerinde çok yemiştim. Yani onu biləsiniz ki maraqsız çekiyor. Sonra gəlib yorumlarda yazmayın. Onunla VS atsak. Yazmayın VS at yazmayın. Belə yazıb baxa olur bəzən. Belə yazıb ona əzizliklərim olur bəzən. Bu videoda nə olar linçliyib yazmayın ki neyle oynadı? Sen boktan oynuyorsun falan filan. Ben Byron. Ne diyebilirsiniz yani? 198 kupa Byron. 198 gol daha da 198. Burada boktan oynuyorum ve Kamil'in bir saçıma sözü daha çıktı. Onu da eşlik gülenler yakın olacak. Ve alavası olarak Kamil ne olar dayan? 5 saniye. Tək oynayaq. Əlavə kaybetmemizin səbəbi odur ki, Kamil yəni. Qardaşım çox biraz yayım yamalaq oynayır, çox raşlayır. Çox raşlayır deyə. Uşaqlar, Kamil gənə öldü. Şu an 2 takım arkadaşımız oldu. Ya bu videoyu Kamil zəhər zıqqım eləyəcək yəqin. Dakika bir gol bir ölür. Ben burada face to face oynamalıyım. Ya facık Kamil demeyine facık. Ya takım arkadaşlarıma can basmam. Bu video yani çok olardı. Can bassam da 2-3 can basmışım ya. O kadar hayvan için can basmışım. Kamil de rushlıyor. Yani Kamil çok epik bir olsun. Bu arada isteseniz Fortnite oynayabilirim. Fortnite təzəli Fortnite oynayabilirim. Ve bu aralar eşitmiştim ki dostlar, yani bir oyun çıxıb. Oyunun adı Prime Rush'tı. Deyəsən elə bir oyunuydu. O çıxsın net bu arada. Sözünü verirəm, videosunu çəkirəm. Bu arada benden soruşanlar olsa bir cevabını vereceğim bir sual var. O ise niye YouTube kanalında PUBG videosu çəkir? Uşaqlar, PUBG videomu çəkməmə səbəbi oldu ki, yani çok PUBG videolarında bakın. Ben çok medyanım. Yani videolarda özellikle ligler olur. Mesela altın 5, altın 4 falan filan yani.
Bunlar var olanda, yəni mən çox üstlük idim o vaxtları, PUBG oynayan zamanlar və çox nervlənirdim o zamanlar və nervlənməyimə görə bu PUBG-yi sildim. Ona görə də PUBG oynamıram, çünki bayağı adam nervləndirir və çox adama tövsiyə eləmərəm, yəni nervisi bozuq, nə bilim, elə adamla oynamazsın PUBG. Yaxşı oynayırsansa və yaxşı cihazın varsa, orada oynaya bilirsən. Mənim də cihazım yaxşıdır. Yəni Samsung Galaxy A25 128 GB-dır. Bu arada, yəni PUBG-də nə tər qəşəng cihazın olduğunu deyirsinizsə, PUBG-də niyə qəşəng cihaz lazım? Uşaqlar, PUBG-də yəni FPS telefonlarına bilənlər bilər, yəni telefon işlərindən anlayanlar bilər. Bu nə idi? FPS düşüklüyü olanda məsəl üçün deyər ki, mən PUBG 20 FPS oynayıram. Allah elə şeylər göstərməsin heç kimə. Hamıya qəşəng yüksək cihazlar versin. Örneğin belə cihazlarda ən çox nə olur belə? Məsəl üçün nərmi atsaz və yaxud da çox adamın olduğu yerə atlayanda telefon çox kasır. Yəni kasmaq dışında telefonun bataryası ölür. Bu da çox pis bir şeydir. Yəni telefon bataryası olsa, nə siz oyunu oynayacaqsınız, nə də bir şey. Bu əlbəttə ki, heç kimin başına gəlməsin. Cihaz alanda uyğun bir cihaz almaq lazım. Həm onu dəstəkləməli, həm də uyğun və qəşəng fiyatı olmalıdır. Fiyat dediyimdə uşaqlar, əlavə olaraq indi niyə bu qədər FPS düşüklüyü yaşana bilən? Məsəl üçün, mənim telefonum var idi, o Redmi 9'uydu. Yəni adi Redmi 9'una Redmi Pro da ölürdü falan filan. Redmi'den hani böyle şeyler var da. Ya bunlar var. Hem de adi Redmi 9'uydu. Ve 32 GB oldu. Çok güzel bir telefon. Ayrıca PUBG böyle desteklenmişti. PUBG Mobile Lite oynamıştım o vaxtlar. Ve PUBG Mobile Lite oynayan zamanlar çok güzeldi. Ama en çok şeyler vardı, böyle hileler vardı. Adamlar çok şeylerdi, cınladırdı. Yani telefon kırmalıydı tam. Çok gıcık oynuyordular. Birisi, hatta bizim bir tane takım arkadaşımız vardı dostlar. O adam hiləliydi və havada uçub cəmaatı vururdu. Halbuki niyə kompüterdə oynayanlar uşaqlar, indi sizə bir söz deyim ki, nəticəsi kompüterdə hilə yazmaq çox asan şey deyil və kompüterdə hilə yazmaq, yəni bildiğin şey, Samsung firmasını dolandırmaq gibi bir şeydir, yəni çox zor bir şey. Amma yəni kompüterdə hilə yazmaq bilənlər varsa, onlar üçün semişqa çıtlamaq kimidir və ama telefonda hilə yazmaq çox asandır. Örneğin bir Telegram adresine veya da Telegram adreslerim çoxsu təhlükəli, təhlükəli sitələrə girmir. Bunlar pis ola bilər. Lol yazır yəni. League of Legends'da bir vaxt. Eğer sevsiniz yani Mobile Legends videosu çəkə bilər. Yani her şeyin videosunu çəkə bilər. Yani istediğiniz oyunu yazın. Sonra aman yazmayın, sonra pis demeyeceğim. İstediğiniz oynayacağım. İstediğiniz oyunlar mesela, ama tek istediğim şey kız oyunlarının olmaması. Kız oyunu olmasa çok da şey olar ve ben de sevinirəm yani. Açıkçası ben bu YouTube kanalı açtığıma sevindim çünkü bayağı çabuk deyirəm. Ay Allah, ben niye Türkçe danışıyorum? Bayağı yani çok tez değilim, bayağı tez bu videoyu ata deyirəm, yani bayağı kastıq yani. Sadece 3 videom, 5 videom ne var, o kadar video var. Ve o kadar videoya bu kadar abone olmak, yani məşhur olmak için bir şeydir. Kamil uşaqlar çıxır ve bizde 250 kupa oldu. Əsas amacım isə 250 kupa olmağımız idi. Bu videoluk istərsinizsə bu kadarlık olsun deyəcəm də. Yəni istərsinizsə bu var bu adını sizə deyim, Bolt.
Bu Bolt'u açıp videosunu çəkəcəm. Bolt'u oynadığım video. Şimdi can Bolt'la bir maç ataq. Bolt dediğim ya. Bolt'un biletli versiyonu. Biletli oyunu. Uşaqlar bu video bu kadar demədim. Onun yerine Emz'lə canım bir maç belə ataq. Tabi elmas tapmacı gəldi. Maçı kaybedə bilərəm əgər takım arkadaşlarım başarırsa yox. Bu çox qaçmalı karakter. Özellikle çok işe yarayır bu nəfər hansı modlarda deyilsinizsə. Elmas tapmacı yer. Çünki presən yük alıb qaçsa 2 dənə ateş edib yük alıb qaçsa. Çox asan. Oynaması bayağı asan. No skill de. O kadar da demeyeyim ama skilli var. Edgar kimin no skill de. Şimdi Edgar kaçar biliyorsunuz. Video etkili bir şey yedi. Edgar'a yapacak. Neyse zaten Edgar'ın no skill karakteri. Ben en sevdiğim main karakterlerden size şu an Mortis'i ben niye main'im? Şu an Mortis'i ben köylüye sanırım 1300 kupaydı. Ama yanımın Mortis'i çok seçtim. Çünkü çok böyle kaçması, vurması falan çok eğlenceli karakterdi yani. İnsan çok eğlenceli karakter. Alavası olarak da bu Ash kimi, Metadem böyle karakterler de valla dadından yenmez yani. Onun da adını bilenler bilir. Çok qəşəng. Yani qəşəng bir karakterdi. Yani çok qəşəng karakterdi ve eğlenceli Ash. Ben en sevdiğim karakterler zaten yani tek kelimeyle desək əziyyət verdiren karakterler. Məsəl üçün Poco. Poco'yu mən sevirəm məsələn. İndi Edgar oynayan tayfalar, Slash tayfalar, Toxic tayfalar. Bunlar deyir ki, sən niyə indi Toxic tayfalar çok pisti bana. Çok ayıp. Dünyalar kadar az bir şey yapırlar bu toksik tayfa yani. Ölen kimi o da başlayırlar emoji basıp kendilerini sigma bol. Ve ben bu videoda biraz sinirlenmeye başladım. Normalde çok sinirli bir insanım yani ne bileyim bayağı. Çok niyetli olmanın bir sebep var ki takım arkadaşları. Bəli. Çünki oynamayı bilmiyor. Oynamayı bilmeyebilmeyi o yüzden silmeye sanırlar ve bunları ben nifret ediyorum. Çünkü birisi var ki birisi oynayarsan birisi o ki yanından maça girip toksikleyesen. Bundan karşı oldukları sebepler de var yani. Toksik olmak adam. Rakibin anası babasını ölmez. Uşaqlar, indi Edgar'ın ne tər no skill olduğunu sizə göstərim. Edgar'ın no skill olduğu tərəf o ki, ultisinin tez dolması. Yəni, Bolt'un ultisi tez dolur. Buna səbəb heç kim gələ bilməz. Yəni. Baxın. Bax, məsələn, Chester'ı öldürdüm. Gördünüz mü? Ardından toksik tayfa olmuş. Bax, izlə. Banana. Ya, çok toksik tayfa uymuram ben. Çünkü çok toksik olmak da neye lazım ya? Onu zəhər edirsiniz ya. Onu zəhər eləmək. Dünyanın en pis şeydir. Eğer takım arkadaşın pissə, ya bu emojiyi rahatlıkla basabilirsin. Ve bir şey deyən kimi yeməli. Neyse. Yani etraflı söyleyeyim ki Edgar her hansı bütün modlarda yani gedir. Ama çok sal olan modlarda gedirəm. Çok az sal olan modlarda gedir. Edgar'ın en yaxşı tərəfi o ki ulti bir şey için pusmaqdır. Çünkü amadı odur. Karakter amadı odur. Eğer zaten elə olmasaydı çok pis karakterlerdi Edgar. Uşaqlar bir de yani videolarıma çok əziyyət verirəm yani. Bunda əziyyətini baxarım sizə çok teşekkür ederim. Ve biraz şeyimle bölümünü diyeceğim de yani takım arkadaşlarım biraz pisti. Ne olur? Niçlemeyin. Zaten 3 biletim gelecek buna yani boş boşuna 3 biletim gelecek abi. 3 biletim getdi de Hydra 2 yani özden Hayra kim oynayanlar da var. Onları təbrik edirəm. Ama adını Hayra qoyub bütün gün Edgar'la edib
şeyler de. Neyse zaten bu takımımız berbat idi. Uşaqlar artıq bezdim. Elmas kapmaca gəldi. Uşaqlar bayağı dəyişiklik olsun deyə Edgar dedim. Mortis seçdim. Bu Dynamite'ı çok olmasın deyə Dynamite'den intikammalı izləyənmədiz. Çünki ultim oldu. Eğer orada vaxtında ultiyi bassaydım tabi pinginin oldu. Ping olmasa bu arada rahat oynardım. Mortis'in de bir taktiği oldu ki ultinizi gərəksiz yerlərdə basmayın. Yoksa zor olsun. Bəli. Bir de benim bir tane kostümüm daha var. O da Mortis sahillerden. Mortis sahillerden. Öyle qəribə bir kostümdür. Ama ben hakkı söyleyeceğim bu takıma. Çünkü buna bak pusu. Aga çık biraz adam kimi oynadan ha. Ya, oynamak istemiyorlar. Şimdi ulti perşarj oldum, ne etmek lazım? Bak veletləri belə birincisi kəsmək lazım. Çünki veletlərdən nifrət edirəm. Mən ən çox nifrət etdiyim şey veletlərdir. Bu veletlər özlərini pro sanır və cəmaatı öldürür mən proyam. Çünki Edgar'la veletəm. Və bizim takım genelde çox pisdir. Bir dənə kutu almaq üçün özüm cırıram bu videoda. Cırıma da davam edəcəm. Cırıma hələ davam edirəm bu arada. Gələk. Ya bizim takım vuramır. Çünkü bizim takım yeteneksiz, beceriksiz. Ya ne desek düzdür. Bu videoda 20 milyar maç kaybetmemizin sebebi zaten oldu. Uşaqlar, bu videoyu takım arkadaşlarım yüzünden. Bu video 20 milyon dəqiqə oldu. Buna çox üzr istəyirəm bu səbəbini. Yani edit mouse da patlayacak. Gülmək də sizə patlayacaq olsa. Yani edit mouse patlayacak. Çünki uşaqlar bir video editləmək məndə təxminən neçə sürür? Yarım saat falan sürür yani. Bu çox mənqıcıq yaradı. Ona görə direkt kazandığım bir burada maxı qoydum. Və kutu aldım. Evet. Bu indi burada kutuya atıram. Baxa görən də çıxacaq. Bir taktik yapaq. Kulakçığından vuraq. 7. Namin ki qəşəng bir şey çıxar. Smart. Uşaqlar, bu video bu kadar olsun. Edit mouse da patlayacaq. Gülmək də sizə patlayacaq. Bu video məncə qəşəng olduğunu düşünürəm. Bye bye.